protokol bu belə deyək də işə götürənlərin ziyanlı olan protokoldur. Bu nədir? Artıq Dövlət Əmək Müfəttişliyi Xidməti bunu real vaxt rejimində sizə tətbiq edir. Bu İnzibati Xətalar Məcəlləsinin 127.4-1-ci maddəsi ilə tənzimlənir. Yəni həmin maddəyə uyğun olaraq müəyyənləşdirilir və cərimənin aşağı həddini, cərimənin məsələn bizdən oxuruq ki, 700 manatdan tutaq ki 1000 manata qədər. 700 manat aşağıdır, 1000 manat yuxarı həddidir. Yəni ona görə də burada protokolsa, elektron protokolsa, o ən aşağını, yəni 700 manat tətbiq edəcəklər. Burada hansılar düşür? Məsələn 192 1 düşür, 192 3 düşür, sonra 469 1 düşür. Yəni burada mən qeyd eləmişəm, baxarsınız. Məsələn, misal çəkim sizə. Əmək haqqı platformasına baxırlar ki, siz işçini tam iş vaxtı ilə götürmürsünüz, amma minimum əmək haqqıdan aşağı maaş müəyyənləşdirmişsiniz. Məsələn, müəyyənləşdirmişsiniz 400 manat yox, müəyyənləşdirmişsiniz 300 manat. Amma bizim 89-cu maddənin tələblərinə uyğun olaraq tam iş vaxtında işləyir. Bu zaman artıq sizdən hansı bir sənəd tələb olunmayacaq, birbaşa elektron protokol tərtib olunacaq, sizə cəriməni tətbiq edəcəklər ki, siz minimum əmək haqqıdan aşağı vermişsiniz. Düzdür, siz deyə bilərsiniz ki, 400 aşağı yazanda götürmür. Bəli, əmək haqqı platformasında tam iş vaxtını seçəndə 400 aşağı yazanda götürmür. Amma ola bilər ki, əvvəllər o məhdudiyyət olmadan sizdə bir işçi ilə qalıb və onu aydınlaşdırıblar və bu cəriməni sizə tətbiq ediblər. Və ya ona aid başqa bir misal deyim. Məsələn, siz seçmişsiniz natamam iş vaxtı.